Kardiya tam bağlanmır. Sizə şikayətlərdən mədə nahiyəsində ağrılar, qida qəbulundan sonra göynəmələrin artması adətən 2-3 saat davam edir. Və sinə döş sümüyünün arxasında da göynəmə ağrıları təbii ki, bağlı olmalıdır. Diqqət edirsək, aləti tam sarımır. Qida borusunun mədəyə keçən hissəsində bu sfinkterin tam qapanması olmalıdır normalda. Xanım özü stresli işdə işləyir, quru qidalara üstünlük verir. Bunun fonunda da bu xəstəliklər artır. Mədəsində elə bir ciddi bir şeylər görünmədi. Əsas problemləri bax bura bağlıdır. Görürsünüz, eroziyalar, hətta kəskin eroziya, qanamağa meyilli eroziyalardır. Bu kardiyal hissənin patologiyası sayılır. Həmin xəstəmizdə deməli anesteziya fonunda yatmışkən həm də kolonoskopik müayinə icra edirik. Yanaşı olaraq şikayətdə göbək ətrafı ağrıların və qida qəbulundan sonra köpün olmasıdır. 2-3 saat sonra köpün yaranması bu adətən yoğun bağırsağa bağlı da şikayətlər sayılır. Mədədə varsa çox zaman yoğun bağırsaqda da öz fəsadını göstərir, problemlərini üzə çıxarır. Esvarin uzanma əlamətləri də var. Xanımda xroniki qəbizlik qeyd edir. Adətən 3-4 gündən bir hər hansı bir işlədicilərin fonunda bayra çıxır. Təbii ki, bu xəstələrdə kolonoskopik müayinənin edilməsi biraz risk qrupudur və çətin olur. Allah şəfasını versin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.